Bakıda 3-cü Beynəlxalq Fiziotexnoterapiya Kongresi keçirilib. Təbibin dəstəyi Yeni Klinikanın təşkilatçılığı ilə keçirilən 3-cü Beynəlxalq Fiziotexnoterapiya Kongresi fizioterapiya, reabilitasiya və tibbi texnologiyalar sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirib. 2 gün davam edən tədbir elmi yeniliklərin təqdimatı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb. Tədbirdə təbbin icrası direktorunun müavini Anar İsrafilov, Yeni Klinikanın direktoru müavini Ürək-Damar Mərkəzinin rəhbəri Qalib İmanov, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapevtika kafedrasının professoru Nailə Məmmədova, Hacəttepe Universitetinin Fizioterapiya və Reabilitasiya fakültəsinin dekan müavini professor doktor Muharrem Kılınç, PhD Mehmet Gürhan Karakaya, Professor PhD Zübeyir Sarı, Yeni Klinikanın direktoru müavini, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, eləcə də Azərbaycan Tibb Universitetinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Səhiyyə Nazirliyinin, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun nümayəndələri, həmçinin Türkiyədən dəvət olunmuş professor və tibb mütəxəssisləri iştirak ediblər. Fizioterapiya və reabilitasiyanın həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirən Anar İsrafilov, bu sahədə beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətli olduğunu xüsusi vurğulayıb. Qalib İmanov reabilitasiya xidmətinin müasir səhiyyədə prioritet olması və konqresin beynəlxalq əməkdaşlıq üçün önəmindən danışıb. Professor Nailə Məmmədova, tibbi turizmdə reabilitasiyanın roluna diqqət çəkib və Azərbaycanın bu istiqamətdə potensialını qeyd edib. Professor Muharrem Kılınç, konqresin beynəlxalq əhəmiyyətini vurğulayaraq Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin müasir standartlara uyğun fəaliyyət göstərdiyini bildirib. Direktor müavini Pərvin Əkbərov isə konqresin əsas məqsədinin innovativ yanaşmaların tətbiqi və beynəlxalq təcrübələrin inteqrasiyası olduğunu qeyd edib. Konqres çərçivəsində robotik reabilitasiya, telereabilitasiya, süni intellekt, hərəkət analizi və geyiləbilən texnologiyalar üzrə ən son elmi tədqiqatlar tədqiq olunub. Mütəxəssislər müasir fizioterapiya metodları və pasiyent mərkəzli yanaşmalar ətrafında fikir mübadiləsi aparıblar. Tədbir çərçivəsində müxtəlif panel müzakirələri təşkil olunub, robotik reabilitasiya, protez-ortez texnologiyaları və neyroreabilitasiya sahəsində innovativ yanaşmalar müzakirə edilib. Yeni Robotik Reabilitasiya Mərkəzinin direktoru Pərvin Əkbərov keçirilən bu tədbir haqqında fikirlərini bu şəkildə bölüşüb. Elm, texnologiya, beynəlxalq əməkdaşlığın gücü Bakıda bir araya gəldi. Təbibin dəstəyi və Yeni Klinikanın təşkilatçılığı ilə keçirilən 3-cü Beynəlxalq Fiziotexnoterapiya Kongresi, fizioterapiya, reabilitasiya və tibbi texnologiyalar sayəsində dünyanın müxtəlif ölkələrindən mütəxəssisləri eyni platformada birləşdirdi. Xüsusilə Türkiyədən təşrif buyuran dəyərli professor heyətinin elmi təcrübəsi, çıxışları və paylaşdıqları innovativ yanaşmalar konqresə böyük töhfə verdi. Bu əməkdaşlıq yalnız bilik mübadiləsi deyil, həm də Azərbaycan və Türkiyə arasında səhiyyə və akademik inteqrasiyanın daha da güclənməsinin göstəricisidir. İnanırıq ki, gələcəyin reabilitasiyası, texnologiya, multidisiplinar yanaşma və beynəlxalq birlik üzərində qurulur. Biz isə bu gələcəyi artıq bugündən birlikdə formalaşdırırıq. Bütün iştirakçılara, tərəfdaşlara və uzaq yoldan gələn, bizə dəstək olan professorlarımıza təşəkkür edirik.